Bərdə rayonunun Alpoot kəndində heyvan satışı bazarı fəaliyyətə başlayıb. Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi tərəfindən həyata keçirilən qiymətləndirmənin nəticələrinə əsasən biotəhlükəsizlik tədbirləri təmin edilərək bazar yenidən qurulub. Bazarın girişində baytarlıq nəzarəti məntəqəsi tikilib, dez bariyeri quraşdırılıb. Bundan başqa heyvanlara baxış platformaları inşa edilib. Çardaqlar və satış pavilyonları qurulub. Ərazidə asfaltlama və betonlama işləri görülüb. Heyvan rifahı üçün su və yemlə təminat yaxşılaşdırılıb. Tullantıların daşınması və digər tərəflərə uyğun şərait yaradılıb. Hazırda bir neçə heyvan bazarında da yenidən qurma işləri aparılır. Göygöl, Göyçay və Salyan rayonlarındakı heyvan bazarlarında biotəhlükəsizlik tələblərinə uyğun olaraq görülən işlərin qiymətləndirilməsi aparılıb. Yaxın günlərdə həmin bazarların da yenidən fəaliyyətə başlaması məsələsinə baxılacaq. Eyni zamanda Ağcabədi, Beyləqan, Biləsuvar, Masallı, Şamaxı və Abşeron rayonlarındakı heyvan bazarlarında da təqdim edilmiş eskiz layihələri əsasında intensiv iş gedir. Həmin heyvan bazarlarında da yenidən qurma işləri icra olunur. Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi bildirir ki, biotəhlükəsizlik tələblərinə uyğun qurulan heyvan bazarlarında baytarlıq nəzarəti ilə yanaşı heyvanların qeydiyyatı aparılacaq və izləmə sistemi qurulacaq.